Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün tez hazır olan olduqca dadlı, xırçıltılı kələm turşusu hazırlayacağım. Lazım olan ərzaqları dəzgahın üzərinə yığmışam, videonun alt bölümündə qeyd edəcəyim. Kələmi əvvəlcə yaxşıca yuyuram, daha sonra isə doğrayıram. İstədiyiniz ölçüdə doğraya bilərsiniz, mən iri-iri doğradım. Balonun içərisinə əvvəlcə dəfnə yarpağı tökürəm, sarımsaq doğrayıram, biraz cəfəri qoyuram, daha sonra isə çuğundur doğrayıram. Üzərinə isə doğradığım kələmləri əlavə edirəm. Biraz kələmi yığdıqdan sonra əlimlə üzərindən basıram ki, boşluqlar qalmasın. Yenidən içərisinə dəfnə yarpağı, sarımsaq, cəfəri, eləcə də bir ədəd istiot tökürəm və kələmin qalan hissəsini də doğrayıram. Mən 2 ədəd orta ölçülü kələmdən istifadə etdim. 2 ədəd kələmdən 2 balon turşu alındı. Kələmi yığdıqdan sonra hər balon üçün 200 ml stəkanla 1 stəkan üzüm sirkəsi tökürəm. Balonun içərisinə biraz şüyüd toxumu tökürəm. Şüyüd toxumu kələmə xüsusi dad verir. Sonda isə duz əlavə edirəm. Bir balona 3 dolu yemək qaşığı duz tökürəm. Üzərinə qaynayan su tökürəm. Balonun ağzını rezin qapaqla örtüb tərpədirəm ki, suyu, tuzu, sirkəsi bir-birinə qarışsın. Və beləcə 3 gün saxlayıram. 3 gündən sonra turşumuz tamamilə hazır olur. Artıq mənim turşum hazırdır. Boşqaba tökürəm. İnanın xanımlar, çox ləzzətli, dadlı, tez hazır olan turşu olur. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun.
Sağ olun, görüşərik.